Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rüfət müəllim Şıxəliyev, yenə də maraqlı bir videonun qarşınızdayım. Deməli, sualımız belə verilib ki, loqaritm 27 əsasdan 3, üstəgəl loqaritm 27 əsasdan 9 vurulsun bu cəm loqaritm 10 əsasdan 10-a. Deməli, uşaqlar, bunu həll etmək üçün nə edirik? Biz bilirik ki, toplama nəyi bildirir? Toplama vurmanı bildirir. Yəni, loqaritm əslində 27 əsasdan 3 vur 9 mənasını verir bu. Eyni əsasın olduğuna görə biz bunu loqaritm LG 10 yazılıbsa, yəni bu loqaritm 10 əsasdan 10 deməkdir. Bayaqlar səsdə elə dedim. Bu bizə nə verir? Bu bizə verir loqaritm 27 əsasdan 27 vur loqaritm 10 əsasdan 10-a. İnşallah buradan nə alırıq? Biz buradan alırıq ki, loqaritm 27 əsasdan 27 də 1 deməkdir. 10 əsasdan 10 da 1 deməkdir. Bunları da bir-birinə bunun cavab alırıq. Mən cavab olaraq da 1. Növbəti sualda bizə deyir ki, paralleloqram verilib. Paralleloqramın kiçik hündürlüyü 8 və böyük tərəfi 20-dir. Deyir, digər tərəfi 16 olarsa onun böyük hündürlüyünü tap. Siz bilirsiniz ki, paralleloqramın sağa düstürü var. Tərəf vurulsun tərəf həmin tərəfindən hündürlüyə. Yəni, həmin bu bərabərdən istifadə edək. X tapa bilərsiniz ki, 160 bərabər x vur 16. Buradan da alırıq ki, x bərabər səndə nəyə? 10-a. Deməli, bu hündürlük 10-a bərabərmiş. Deyir, üstübuzaqda təmbələn verilib və təmbələn müvafiq olaraq ölçüləri 8-dir. Digər tərəfi verməyib. Bir tərəfi də 12-dir, digər tərəfi də 36 verir. Mən bunu məsələn şərti kimi səsləndirmədim. Şəklini çəkib təsvir edirəm sizlər üçün. Deyir, x-i tap 2-nə. Yəni, verilmiş üstübuzaqda x-i tap. Şərt verilən, məsələn, deyək ki, burada deyək ki, AD təmbələndir. Deyək ki, AD təmbələndir. Hə. Bunu həll etmək üçün uşaqlar bizim bildiyimiz qayda var, təmbələn xassəsi. 12 bölü 8 bərabərdir nəyə? Bərabərdir 36 bölü x-ə. İndi bunun x tapması nə edirəm mən? Çarpaz vuracam da. Yazacam ki, 36 vur 8. Yazacam 36 vur 8 bölü 12. 36-dan 12 bəndə 3 düşür. 3-dən 8-i verir mənə nə? Verir mənə 24. Cavab eləyir, cavab eləyir 24. Y bərabərdir x çıx 3 kvadrat plus 5 kvadrat funksiyasının təpə nöqtəsinin koordinatlarını tap. Ay uşaqlar. Biz bilirik ki, əslində bu ifadə bu formada verilir. Y bərabərdir x çıx m plus n. Aha, elə deyil. Konkret özü verib də burada. Deməli, bunun m-i nədir? Bunun m-i deməli 3-dür. E nədir? N də 5-dir. Deməli, bunun təpə nöqtəsinin koordinatı nə olur onda? 3, 5. Hansı rübə düşür? Düşür birinci rübə. Elə deyil. Düşdü birinci rübə. Belə, qollar da yuxarı. Deyir, verilmiş düzbucaqlı üstbucaqda katetlər 6 və 8-dir. Həmin bu düzbucaqlı üstbucağın daxil çəkilmiş çevrənin radiusunu tapın. Uşaqlar, əgər bunun kateti 6-8 isə bunun hipotenuzu nədir? Bəli, hipotenuzu 10-dur. 6-8 hipotenuzu 10-dur. Daxil çəkilmiş düzbucaqlı üstbucaqda daxil çəkilmiş çevrənin radiusu üçün düsturu var idi. A plus B minus C bölü 2. İndi A plus B nədir bizdə? Yazırıq nə? Katetlərdir də. 6 üstə gəl 8 çıx 10 bölü 2'ye. Bu da bizə verəcək 14 çıx 10 bölü 2. Bu da nə verir? Bu da verir 4 bölü 2. Yəni cavab eləyəcək nə? Cavab eləyəcək 2. İnşallah video xoşunuza gəldiysə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.